Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Məhbuslar yenidən aclıq eyləmi keçiriblər. Həbsdə olan Britaniyalıların cəzası daha 2 il uzadılıb. Bəhreyndə İrana bağlı şəxslər ömürlük həbs cəzasına məhkum edildi. Yanvar etirazları zamanı saxlanılan şəxs edam edilib. Tehranda Trumpın tabutda təsvir olunduğu yeni divar rəsmi nümayiş etdirilib. İndi isə daha ətraflı. Evin həbsxanasında saxlanan Azərbaycanlı türk siyasi fəalı Araz Aman çərşənbə axşamı iyulun 14-də səhhətinin kəskin pisləşməsi və insult keçirməsi ehtimalı ilə əlaqədar xəstəxanaya köçürülüb. Hazırda onun səhhətində yaranan problemin xarakteri, vəziyyəti və ümumi sağlamlıq durumu barədə dəqiq məlumat açıqlanmayıb. Əlavə məlumatın daha sonra veriləcəyi bildirilib. Araz Amanın sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar daha əvvəldə səsləndirilmişdi. Onun həbsdə olduğu müddətdə ciddi çəki itirdiyi, fiziki zəiflikdən əziyyət çəkdiyi və ümumi sağlamlıq vəziyyətinin pisləşdiyi barədə məlumatlar yayılmışdı. Ailəsi və yaxınları onun təcili tibbi yardım almasını və səhhəti ilə bağlı ictimaiyyətə şəffaf məlumat verilməsini tələb edirlər. Ötən gün səhər saatlarından başlayaraq İranın 58 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 129-cu dəfədir ki, hər həftənin 2-ci gündən başlayaraq 24 saat müddətinə keçirilir. İranda casusluq ittihamı ilə həbs olunan Britaniya vətəndaşına həbsxanadan mediaya açıqlama verdiyi iddiası ilə əlavə 2 il həbs cəzası verilib. Bu barədə onun ailəsi məlumat yayıb. Craig Forman və həyat yoldaşı Lindsey Forman ötən ilin yanvar ayında Avropadan Avstraliyaya motosikletlə səyahət edərkən İranda saxlanılıblar. Onlardan hər ikisi casusluq ittihamlarını rədd edir. Cütlük fevral ayında 10 il müddətinə azadlıqdan məhrum edilib. Lindsey Formanın oğlu və ailənin sözçüsü Joe Bennett bildirib ki, Craig Formana vəkili ilə görüşə aparılacağı deyilsə də o əvəzində hakim qarşısına çıxarılıb və əlavə 2 il həbs cəzası aldığını bildirib. Ona nə vəkil verildi, nə də tərcüməçi təmin edildi, nə özünü müdafiə etmək üçün imkan yaradıldı deyə Bennett bildirib. O əlavə edib ki, ailə bu qərardan tamamilə şoka düşüb. Cütlük may ayından etibarən həbsxana rəhbərliyinin ailələri ilə telefon əlaqəsini qadağan etməsinə etiraz olaraq aclıq eyləmi keçirir. ABŞ-də fəaliyyət göstərən Hrana İnsan Haqları Təşkilatı ötən həftə Craig Formanın təxminən 16 kiloqram çəki itirdiyini, Lindsey Formanın isə baş gicəllənmə və bədən titrəməsindən əziyyət çəkdiyini bildirib. İsraildə hərbi xidmət keçən bir əskər İranın xeyrinə casusluq fəaliyyəti göstərdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə The Times of Israel nəşri İsrail ordusuna istinadən məlumat yayıb. Məlumata görə hərbi məhkəmə onu xarici dövlətin agenti ilə əlaqə saxlamaqda və düşmənə fayda verə biləcək məlumatlar ötürməkdə təqsirli bilib. İstintaq İsrail hərbi polisi, İsrail polisi və Shin Bet təhlükəsizlik xidməti tərəfindən birgə aparılıb. İsrail ordusunun məlumatına əsasən hərbçi ilk dəfə 2025-ci ildə Telegram vasitəsilə ödənişli iş təklif edən bir neçə şəxslə əlaqə saxlayıb. Onlardan birinin sonradan İran kəşfiyyatı ilə əlaqəli şəxs olduğu müəyyən edilib və o foto və video çəkilişləri qarşılığında hərbçiliyə pul təklif edib. İstintaqın məlumatına görə hərbçi 2025-ci ilin iyununda İranla müharibə zamanı mülki ərazilərdən çəkilmiş raketlərin havada vurulmasını əks etdirən 2 videonu həmin şəxsə göndərib və onlardan birinə görə ödəniş alıb. O həmçinin internetdə açıq şəkildə yayımlanmış bir neçə videonu, o cümlədən raket zərbəsinin görüntülərinə də qarşı tərəf ötürüb. İsrail ordusunun məlumatına görə hərbiçi sonradan yazışmalardan narahat olduğu üçün İran tərəfi ilə əlaqəni kəsib. Daha sonra o baş verənlər barədə xidmət etdiyi bölmənin üzvlərindən birinə məlumat verib və ertəsi gün Shin Bet tərəfindən saxlanılıb. Bəhreyn Cinayət Məhkəməsi casusluq və İran İslam İnqilabı Keşikçiləri Korpusuna işləmək ittihamları ilə 2 fərqli iş üzrə 3 nəfəri ömürlük həbs cəzasına məhkum edib. Bu haqda Bəhreyn Baş Prokurorluğu məlumat yayıb.
Bəhreyn Baş Prokurorluğunun məlumatına görə cəzalandırılanlardan ikisi Sepah tərəfindən idarə olunan elektron hesablarla əlaqə qurub və Bəhreyn daxilində həssas obyektlərin hədəf alınmasını asanlaşdırmaq üçün strateji yerlərin video fayllarını və koordinatlarını göndərməkdə günahlandırılıblar. Barəsində ömürlük həbs cəzası çıxarılan başqa bir müttəhəminin isə hazırda ölkədən xaricdə olduğuna görə axtarışa verildiyi bildirilib. O, Bəhreyn daxilində başqa bir müttəhimin cəlb edilməsi və hədəf almaq üçün vacib obyektlərin məlumat və dəqiq koordinatlarını Sepaha təqdim etməkdə günahlandırılır. İran məhkəmə hakimiyyətinə bağlı Mizan News agentliyinin məlumatına görə yanvar ayında İsfahan əyalətində keçirilən etiraz eylemləri zamanı dövlət və polis obyektlərini yandırmaqda ittiham olunan Məhəmməd Əmini Dəhəqani çərşənbə günü edam edilib. Məlumata əsasən Məhəmməd Əmini Dəhəqani Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxlamasından sonra dar ağacından asılıb. Məhkəmə hakimiyyəti onun yanvarın 9-da Dəhəqan şəhərinin qubernatorluq binasına və Mərkəzi Polis İdarəsinə Molotov kokteyli atdığını, həmçinin başqalarını polis əməkdaşlarına hücum etməyə təşviq etdiyini iddia edib. Məlumatda ittihamların müşahidə kameralarının görüntülərinə və təqsirləndirilən şəxsin etiraf ifadələrinə əsaslandığı bildirilib. Həmçinin iddia olunub ki, Əmini Dəhəqani etirazlar zamanı polis əməkdaşlarından götürüldüyü bildirilən tüfəngdən istifadə etməyə cəhd göstərib. Davam edirik. İran kütləvi informasiya vasitələrinin çərşənbə günü yaydığı görüntülərə görə Tehranın İnqilab Meydanında ABŞ prezidenti Donald Trumpın tabutda təsvir olunduğu yeni divar rəsmi nümayiş etdirilib. Divar rəsmi ABŞ bayrağına bürünmüş tabutun içində uzanan Trumpı təsvir edir. Rəsmin üzərində isə "Biz Trumpı öldürəcəyik" sözləri yazılıb. Bu instalyasiya İranın keçmiş ali rəhbəri Əli Xamneyinin öldürülməsindən sonra sərt xətt tərəfdarlarının səsləndirdiyi qisas çağırışlarının artdığı və İranla ABŞ arasında hərbi qarşıdurmanın daha da gərginləşdiyi bir vaxtda təsadüf edir. İran parlamentinin üzvü Şəhrux Ramin parlamentdə müzakirəyə çıxarılan Trumpdan qisas adlı qanun layihəsini tənqid edərək bildirib ki, həqiqi qisas qanun qəbul etməklə alınmır. Parlamentin Sosial Komitəsinin üzvü olan Ramin çərşənbə günü deyib, qisas almaq istəyən şəxs bunu qanuna çevirmir. Belə işlər görən adamın əslində həmin addımın atılmasını istəmədiyi aydındır. Əgər doğrudan da qisas almaq istəyiriksə, qisas alarıq və bunun yolu qanun qəbul etmək deyil, deyə o əlavə edib. Amerikalılar bizə zərbə indirmək istəyəndə bunun üçün qanun qəbul etməlidirlər. İranın Xarici İşlər Naziri Abbas Əraqçı bugün Qətərə səfər edib. Bu haqda İran mediası məlumat yayıb. Məlumata görə o Qətərin keçmiş əmiri Həməd bin Xəlifə Əl-Saninin yas mərasimində iştirak etmək üçün Dohaya səfər edib. İranın keçmiş Xarici İşlər Naziri və hazırda parlamentin üzvü olan Mənüçəhir müttəki regiondakı ABŞ hərbi bazalarından birinə quru hücumu təşkil etməyə və 100 Amerikalının girov götürülərək İrana aparılmasına çağırıb. Biz regiondakı ABŞ hərbi bazalarına quru hücumu təşkil etməli, onlardan birini ələ keçirməli, minlərlə Amerikalı əskəri əsir götürərək İrana gətirməliyik deyə müttəki televiziya müsahibəsində bildirib. Biz quru əməliyyatına başlamalıyıq. Amerikalılar uzun müddət bizi bununla hədələdilər deyə o əlavə edib. ABŞ prezidenti Donald Trump Ağ Evdə İrana qarşı daha geniş miqyaslı hücum imkanlarını müzakirə edib. Bu barədə Axios məlumat yayıb. Məsələ ilə tanış olan 3 mənbənin Axios-a bildirdiyinə görə Trump İranı Hörmüz boğazını yenidən açmağa və nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini qəbul etməyə məcbur etmək üçün hərbi əməliyyatların genişləndirilməsinə açıq mövqe nümayiş etdirib. Əməliyyatların genişləndirilməsi Hörmüz boğazı ətrafındakı mövcud zərbələrdən daha geniş miqyaslı hərbi əməliyyatların mümkünlüyünü nəzərdə tutur. Birləşmiş Ştatlar prezidenti Donald Trump İran ərazisində mümkün quru əməliyyatı ilə bağlı suala birbaşa cavab verməyərək bu variantı tam istisna etmədiyini bildirib.
Fox News telekanalının ABŞ-nin məhdud quru əməliyyatını istisna edib etmədiyi barədə sualına cavab olaraq Trump deyib: "Bunu da demək istəmirəm, amma yox deyərdim. Bəzən quru əməliyyatına ehtiyac olur, ancaq bizim yerimizə bunu həyata keçirəcək başqa qüvvələr var." Trump həmçinin bildirib ki, ABŞ qüvvələri İranın Xarkadasına artıq 3 dəfə zərbə endirib, lakin adadakı neft obyektlərini qəsdən hədəfə almayıb. "Mən dedim ki, neftdən başqa hər şeyi vurun. O kiçik ərazini saxlayın, neftə toxunmayın, çünki bunun dünya iqtisadiyyatına təsir etməsini istəmirəm", deyə Trump bildirib. ABŞ-nin Xarkadasını ələ keçirə biləcəyi ilə bağlı suala cavabında isə Trump belə deyib: "Əgər onları kifayət qədər zəiflədib geri çəkilməyə məcbur etsək, bunu edərəm." Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.